videoda qarşınızdayım. Bu günləri geyimimdən də görmüş olduğunuz kimi yəqin bilirsiniz ki, nə videosudur başlıqdan və geyimdən görmüş olduğunuz kimi bu gün tam 1929-cu ildən bu yana bütün BMW-lərə baxacağıq. BMW evlən, yəni bildiyim BMW evlən. İstəyir E39, M5, digər köhnə retro BMW avtomobillər. Bütün BMW-lərə nəzər salacaq, bütün BMW-lərə baxacaq. Mən özüm də BMW fanatıyam, BMW-lərə böyük hörmətim var. BMW-çilər bu videonun altına gəlsin. İndi isə istəyirəm videonu uzatmadan keçək videoya. Kanala abunə olub, like atmağı unutmayın ki, bu tərz videolar gəlsin. Nəysə, videonu uzatmayaq, keçək videoya. 1929-cu il BMW 1936 1954-cü il deməli 1955 o pisdir. O vaxt üçün yaxşıdır. 1962 bomboş 1966 belə də elə bu birisindən biraz komfortlu oldu. 1972 pisdir. İdarə edir. 1973 bu yarışlar üçün 100%. Çünki ki, belə yəni bu tərz maşınları yəqin ki görmürsünüz. Bu tərz BMW-lər çox vaxt yarışlarda istifadə olunur. O illər üçün. 1977 bu da pisdir. 1978 bu əsl yarış idi. Bu əsl yarış idi. Bu BMW-ni həqiqətən də çox sevirəm. 1981 o da pisdir, başıma gəldi. 1983 bu da pisdir. Burada bir retro BMW var. Sürülür. Bax o. 1986. O BMW hələ də var. Yəni sürülür. 1987. O BMW-dən görmüşəm amma çox az. Yəni belə həqiqət yox, telefonda falan görmüşəm. 1990. Bundan sonra hamısı bizləyəndir. 1992 bu da görülmüşəm BMW. Bu da qəşəngdir. 1994. Bu da qəşəng BMW-dir və uşaqlar və əgər yəni bu tarz belə videolar sevirsinizsə, xahiş edirəm videonu bəyənirsinizsə kanala abunə olun ki, BMW fanlarımız bu videoya gəlsin. Əgər nə qədər videonu bəyənib kanala abunə olunursa, video bura qədər algoritmaya çıxar. Biz də öz izləyicilərimizi əvvəl axır sonunda tapar. Deməli, 2003 baba BMW neçədir? BMW E60. Bu həqiqətən də çox super maşındır. Başıma gəlir BMW 60. BMW Z4 2006 2007 BMW X6 bu qəşəngdir. Bu biraz bahadır, biraz bahadır. Amma qəşəng BMW M3 M serisi BMW var ki. Deməli 2011 BMW F30 bu superdir. Öz uşaqlar biraz olmuşam səsima görə biraz pis çıxır. O fikir olduğuma görə də dünənləri bu işimdən çox pis idim. Video ata bilmədim. Yəni indi birdən işdir, birdən yorma kimsə yazır ki, səsin niyə belədir, yəni fikir olmuşam. Deməli, G11 2008 BMW X7 bu da qəşəngdir. Bundan sonraki maşınlar demək olar ki, əladır. G20 bu da qəşəngdir. BMW X3 o nədir? BMW i4 BMW i8 də qəşəngdir. i7 bir də i8 gələn yox, i6 gəldi. i8 gəlmədi. Nəysə uşaqlar, video bu qədər idi. Görüşənədək.